Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Təranə Qumral bugün kızı Qumralın efirdə Niyaməddin Musayevin mahnısını səsləndirərkən qızının efirə bağlanaraq onun ifasını YouTube'dan sildirməsinə münasibət bildirib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Heç nə də demədik. Bizim mahnıları oxuyur, sözlərini dəyişir. Heç kim onlara... Ay qız, yox, bütün Türk mahnılarını biz oxuyuruq. Heç nə də demirlər. Bunu yox, qəsdən sildirmisən. Bəli, şəxsən, qəsdən qurtuluğunuzdan sildirdiniz. Qurtuluğunuzdan. Bu da nədir? Nəyə dəlalət eləyir? Bəli, deməli Qumralı üstün bildiniz. Üstün bildiniz Qumralı. Gözəl oxudu Qumral. Daha çox sevildi Qumralın ifasında. Mən yenə deyirəm. Mən Niyaməddin Musayevə bir kəlmə söz demirəm və yenə deyirəm, bütün sülaləvizi hamısını qurban edirəm o kişiyə. Ay Röya, sənin danışdığın sözləri də, dediyin sözləri də ki, niyə oxuyub orada gedib gündə, sənə də indi leyləklər gətirdi sənə sözü? Hə? Xaricdə yaşaya, tezdəndən. Ay amandı, dur, tez ol. Çağırıblar. Kişi yazıq oturub orada, qanı qara. Heç olmasa bir sildirəndə elə ki atavın xəbəri olsun da. Yenə deyirəm, sözün var o, Məmməd Arazın sözü var ha. Onun haqqı sənə verilməyib. O Məmməd Arazın sözləridir. Sözün varisi sən deyilsən. O sözün varisi sən deyilsən. Burada tax bura. Yəni ki o... Baxma ki, sən xarici dillər oturub, bir oturub düşünmədin ki, bu oxuyub cütlənmiş, cütləşmiş. Bunun sözdən bizə nə? Bu sözdən bizə nə? Yığırsan, danışırsan, yekə oradan bu yana. Yo, mən bilmirəm, filan kəs buradan getdi, o oradan getdi, nə hardan getdi. Qəşəng tanıyırsan məni, mən bilirsən. Sən bilirsən ki, mən haqq adamıyam. Mən ədalət adamıyam. Gözəl bilirsən sən onu. Qarışdırdınız Musanı, aləmi bir-birinə, onu oradan, bunu buradan qarışdırdınız, dinmədim, başa düşdüm. Ondan sonra anasını qarışdırdınız, qardaş buradan getdi, o birisi buradan getdi, gəlin oradan getdi, filan kəsi buradan getdi. Dinmədim, başa düşdüm. Yoldan çıxartdınız, 50 dəfə çıxartdınız yoldan Musanı. Onu da başa düşdük. 50 söz danışdınız, gəldi qulağıma çatdı. O müğənniyə, bu müğənniyə, ona dediniz, buna bu da gəldi mənim qulağıma çatdı. Ay Röya, bunu da yola verdik, heç nə demədik. Amma burada mən dillənirəm. Yenə deyirəm, söz konusu mənim uşağım olduqda məni istəyir assınlar, istəyir başımı da kəssinlər. Mən buradayım. Mən hamınızın qarşısındayım. Səni öyrədənlər var, mən bilirəm. Mən sən yoldaşını da tanıyıram, yenə deyirəm, səni də tanıyıram. Mən heç nə demirəm. Mən yenə səni də qurban eləyirəm. Səni də qurban eləyirəm Niyaməddin Musayevə. Sözün varsa çıx danış. Sözün var, çıx danış, danışım. Ona görə də özünüzü yığışdırın. Yığışdırın özünüzü. Mahnı sildirir. Yox, bu nə deməkdir? Başa düşmürəm. Yerindən duran mahnı oxuyub. O günləri bir dənə mahnı var, mən oxumuşam. Onu silmək lazım. Az 5 ildir mahnı oxumuşam, indi gəlmirsən ki, onu silmək. Səhər sizin başınıza bir oyun açacağım ki, o hamısı Musanın mahnıları oxuyanlar var, Nə olar ki, indi Qumral bir dənə payatonu, dünya sənin, dünya mənimlə. Nə oldu? Ay qız, ta elə zəbt elədi. Oldu kimin yerinə? Ya xalq artisti aldı o mahnı ilə, prezident mükafatçısı oldu. Bu show proqramda 50 dənə müğənni var, onu oxuyur. Hansı girir, o oxuyur dünya sənin, dünya mənim. Bu oxuyur dünya sənin, dünya mənim. Bir dənə Qumralı qaldı. Bir Qumralı sildirdiyivə görə burada paxıllıq var. Burada səni öyrətməklər var. Səni öyrədiblər, sən də sildirmisən. Yo, durduğun yerdə sən birdəndən yatdın, ayıldın ki, ay Qumral o mahnını oxuyub, icazə almayıb. Neyinir icazə alıb? Niyaməddin Musayev
cavan oxuyan deyil, dünənki oxuyan deyil. O boyda xalq artistidir, o boyda şöhrət ordeni var, o boyda prezident təqaüdü var. Dünya ilə bir də adı. Kökə ilə Qumral onu, o mahnını oxuyan kimi tez aldılar əlindən, hə? Titullarını. Nə olacaq ki? Qoy oxusun da. 1000 adam oxuyub, bu da oxusun. Ədavətiniz var. Ədavət aparırsınız. Ay yazıqlar. Kininiz soyumur, ürəyiniz soyumur. Xəbislər, kinlilər. Kininiz özünüzü yesin. Özünüzü. Səni kimlər öyrədir ha? Kim öyrətsin səni? Bizə dəxli yoxdur. Yəni güya ki o mahnını oxumasaydı, nə olacaqdı ki? Çörəksiz qalacaq. Heç mən özüm ona dedim ki, sən niyə gedirsən düşmənlərin mahnısını oxuyursan? Mən heç bilmədim. Mən verilişdə oxuyanda qəflətən gördüm o mahnı getdi. Verilişdən sonra dedim, qızım, sən düz eləmədin o mahnını oxudun. Geri oxumayaydın. Lazım deyil. Sən bilmirsən onlar bizim düşmənimizdir. Yo, orada cütləşmiş. Tolik sual verir ki ona. Cütləşmişi cütlənmiş eləsə problem deyil. Oxusun. Yo, lazım deyil. İcazə almayıb. Silməlidir onu, silinməlidir o. Nə olacaq? Sildirdiniz. Nə olsun ki? Hara gedib çıxacaqsınız bu boyda paxıllığına? Amma sənə hamı yığır, heç yığmasa da, heç icazət almayıb oxuyurlar, heç demirsən heç nə. Sən həmişə deyirsən. Mən çünki qurtlu deyiləm axı. Deyirəm ki, kimlərsə oxusun. Nə olar? Sevgi dolu dünyamızdır. Kimsə oxumaq istəyir. Oxusun da. Gəlib olacaq Təranə. Gəlib olacaq Musa Musayev. Ay bala, girin YouTube'a görün Musa'nın Şəhidlər mahnısını. Valla Musa'dan başqa hamı oxuyub. 20 yanvarda dünənləri, elə bütün o müğənni yoxdur ki, onu oxuyub qoymasın YouTube'a şəhidlərimiz. Qoy olsun. Qoy onu, mən həmişə Musa'ya da deyirəm ki, Musa, niyə qoymursan? Qoy oxusunlar ki, o mahnı himn olsun, himnləşsin. Ona görə də ürəyinizi biraz düz eləyin. Ay bala. Ürəyinizi düz eləyin, ürəyinizi. Paxıl olmayın. Bu nə paxıllıqdır ki? Bu nə kin-küdurətdir ki? Təranə ilə ədavətiniz var, onun uşaqları ilə aparırsınız. Yenə deyirəm, Təranəni istəmirdin, zamanında qapıva qoymayaydın, gəlib Təranənin evində oturmayaydın. Təranə sizə gələndə deyəydin ki, yo, gizdin. Bilirsən də kimi deyirəm, əmi dediyin adamın sözü ilə, sözləri ilə. Başladın başqa şeylər danışmağa. Küsmüşdün, az gətirib brilyant braslətimi də qaytaraydın da. Gətirərdim, 5000 dollar verdim, sənin qolva brilyant braslet aldım, verdim. Gizlədirsiniz ki, heç kəs bilməsin, ayamandı. Qoy hamı elə bilsin ki, bunlar Təranənin qəbulu. Niyə qəbul eləməmişsiniz ki? Musa'nın anası da gəlib mənim evimdə oturub çörək yeyib. Mən də getmişəm Musa'nın rayonda evində oturmuşam, çörək yemişəm, oturmuşam da. Xonça da tutub gətirib bağım. Hə, ay sağ ol. Bu da mənim evimdə işləyən arvaddır. Görürsünüz? Deyir ki, xonça tutub gəlib bağa. Bəli. Xonça da tutub gəlib bağa. Təranə bu şeyləri demir, çünki mənə lazım deyil. Mənə lazım deyil bu şeylər. Mən bunları işıqlandırım, mən bunları deyim. Hamı yazır, səni qəbul eləmədilər. Az mən qəbul eləməmişəm. Mənə lazım deyil heç kim. Başa düşürsünüz? Heç kim mənə lazım deyil. Oturun yerinizdə. Oturun yerinizdə ha. Mənim dəli başımı qızdırmayın. Açaram sandığı, tökərəm pambığı. Bilirsiniz. Bilənlər bilir mən nə deyirəm. Bu dəqiqə hamısı oturub baxırlar. Gedirsiniz, padruqanda başa düşürəm. O biri tərəf padruqanda, bu biri tərəf padruqanda, sağın solun padruqanda hamısı. Başa düşürəm. Gündə danışırsan, məlumatları sənə ötürürlər. Ötürsünlər, ay bala adınızı çəkmirəm. Heç Qumral yenə deyirəm, o mahnını Qumral oxuyanı mən bilmirdim onu oxuyub. Gördünüz, baxın efirə. Bizim üzümüzün mimikasından, yəni mənim narazıçılığım var idi orada. Qoy görün bu Toliki necə eləyim bunu, deyir məni deyən Tolik.